Qədim vilayətlərin birindən o vaxtı, lap əvvəlki zamanlarda, o at araba vaxtı olan vaxtlardan gedir söhbət. Bir kənddə iki dənə dost olur. Dostun biri normal bir ailənin övladı olur, biri çox kasıb, atasını, anasını itirmiş və öz nənəsi ilə yaşayan bir uşaq olur. Uşaqlıqdan akordeon ifa edir bu, akordeon ifaçısı olur. Və hər gün gəlir oturur kəndin mərkəzində bir yerdə, qədim vaxtı kənd yeridir. Bir balaca kutu qoyur ora, akordeonla mahnılar ifa eləyir. Gəlib gedən də bura bildiyimiz kimi pul atır ki, o özünə çörək pul eləyir də onu. Bir gün bir fayton dayanır bu ifa elədiyi yerdən. Faytondan bir o vaxtki dövrünün bəy, şah dövründə bir dənə bəy düşür. Xoşuna gəlir, nəsə musiqi çəkir bunu, gəlir çıxardır ora cibindəki ən böyük puldan birini atır. Oğlan da kasıb oğlan da akordeon ifa edir başı aşağı, pulu görəndə başını qaldırır, baxsın ki, görün bu böyük pulu, mükafatı kim verdi mənə. Görür bir bəydir, bəyin yanında bir gözəl göysək qız var. Elə bil o ilk baxışdan məhəbbət deyirlər, ilk baxışdan sevgi idi, qabaq bunun adı, hindi deyirlər elektrik. İndiki dövrdə o da adı. O ilk baxışdan məhəbbət o anda baş verir də, sevir. Anidən vurulur qıza, heyran olur gözəlliyinə. Kişi gedəndən sonra maraqlanır, deyirlər kişinin övladıdır qız.